xəyanət görüb. Özlərini hörmət eləməyiblər onda. Nə olsun? Köhnə söhbətləri niyə açırsınız ki? Sizin özünüzün əri gözsə xəyanət eləməyib. Udub oturmusunuz. Nə var arvad olasınız. Küçələrə düşməyəsiniz. Heç kimə lazım deyilsiniz. Niyə? Niyə ki? Yalan deyirəm. Heç anovuz xəyanət görməyib. Heç atoz anozu döyməyib. Heç nənəz baboz anozun üzünə söylməyib. Bəs süründə, yekə arvaddarsınız, qutarında da. Çox bekarsınız, çox səviyyəviz bilsə nədir? Səviyyəviz yerin altında. Köhnə söhbətləri açırsınız. Sənə bunu dedi, sənə bunu dedi. Az sizin üzünüzə nələr deyirlər? Sizin padruqalarınız sizə nələr deyir? Sizin ərləriniz sizə nələr deyir? Can. Siz nəyi danışırsınız ki? Oturduğunuz yerdə mənim kimlənsə mübahisəm sizə qalmayıb. Başa düşdünüz? Oturduğunuz yerdə. Siz öz ailələrinizlə məşğul olun. Oturun sorğulayın ki, anovuzu neçə dəfə atoz basıb döyüb. Anovuz nə söyüşlərlə arvad olub oturub. Özünüz nə söyüşlərlə arvad olub oturmuşsunuz. Sizin neyvizə lazımdır mənlə kiminsə davası. O bilər, mən bilərəm. O 4 divarda da ay vicdansızlar. Bu 4 dənə divar. Gün belə keçirtməyən balaca bir dənə bu boyda yerdə 4 divarda. Mənə deyirsiniz ki, onunla dava elə. Necə vicdanınız azdır sizin? Vay. Siz nəymişsiniz? Siz bilirsiniz nəsiz? Siz cəmaatı tırkalayıb, adamla adamı qan düşmanı eləyərsiniz, qan düşmanı. Başa düşürsən, qan düşmanı. Necə ilansız? Vay. Doğmayıblar sizdən. Siz uşaqlarınıza necə tərbiyə verəcəksiniz? Oğlanlarınıza nə deyəcəksiniz? Oğlanla danışanda tırkalayacaqsınız ki, falan get şey elə. Onda da türmə qapısında qalarsınız da. Onda 18-19 yaşında qızlarınıza ərə verəndə deyərsən, bir dənə şillə vurdular. Açıq gəl. Siz nə qoyarsınız, qızınız arvad olsun, otursun. Nə oğlanlarınız azadlıqda gəzsin. Siz necə qanla yuyurlar, qanı suyla yuyurlar. Nə qədər ürəkləriniz fəsaddır sizin. Siz nəymişsiniz? Vay. Oy, siz nəymişsiniz? Vay. Sizdən doğmayıblar, O qədər başqasız, o qədər siz bir çoxunuz yaxşısınız, burada çoxunuz o qədər xaraktersizsiz. Vay. Dəhşətsiz. Sizin çoxunuz türmə qapısında olacaqsınız. Oğlanlarınızı da belə qızışdıracaqsınız. Qızlarınızı 15 yaşında nişanlayarsınız, bəlkə də 17 yaşında boşatdırarsınız. Çünki bu sizdə yoxdur. Bax, bu var ha. Yoxdur sizdə. Hele belə maketdir. Yoxdur sizdə. Ayıbdır sizin üçün. Bəs sürün bunu buna qatırsınız. Yekə gəlinlər sizi. Ayağınızın qılları ağarıb. Ayağınızın qılı ağarıb. Ayağınızın qılı ağarıb. Ayvuz gedib, vayvuz qalıb. Oturmuşsunuz TikTokda. Mənə deyirsiniz ki, şeydir, sən düzsən, o səhvdir, bu belədir. Az mən bilirəm də o səhvdir. Olsun da, nə olsun? Heç sizə padruqalarınız qəhrəman deməyib axı. Sizə ancaq padruqalarınız deyib ki, qriyyətli süzsüz. Qətiyyən. Heç cavanlıq səhvlərinizi sizin padruqalarınız bilmir axı, haralardan eynəmişsiniz. Qətiyyən, sən nə danışırsan? Heç sizin səhviniz olar, bir dənə kişi ərinizi görmüşsünüz. Nə danış? Nə danışırsan? Elə şey olar. Bir dənə gözünüzü açmışsınız, bir dənə ər görmüşsünüz. Sizin heç səhvlərinizi padruqalarınız bilmir. Padruqalarınız sizə filan söz deməyib. Siz padruqanız da deyib, qətiyyən. Nə danışırsan? Sən Allah arxivinizi axtarın, xatirə dəftərində görün, neçə gün oğlan adı yazmışsınız. Az bəsturun az, mən sizin üçün balaca figur döyürəm. Nə də mən dünənki çındır döyürəm, uşaq döyürəm mən. O vaxtlarım getdiyə mənim. İt kimi məni hürdürürdüz.
Mənim canlımdan onun canlısına, onun canlısından bunun canlısına. Gör bir dənə adamı sahib misafirinə qoşuluram mən. Heç kimi saymıram. Kimdilər az? Onlar kimdilər mən onların misafirlərinə qoşulum? Müzakirə eləyim. Bunlar mənə söz atıcı. Qalx misafir, sən kimsə, sənin canlında 70 nəfər güclə oturur. Mənim vaxtım var sənin canlıva qalxın. İt yerinə sayan yoxdur sən, 3 dənə qayda düşəsən. Mənə lazımdır. Oturmuşam da yerimdə. Sən Allah. Bir dəftərində adları yoxdur, mən bunlarla hesab keçirdəcəm. Maşallah mallarım azalıb şükür Allaha. Heç vaxtı heç kimi tırqalamayın. Allah balavuzun qabağına çıxartar. Eləməyin. Yaxşı bir şey deyil. Heç vaxt eləməyin. Heç o yaxşı hərəkət deyil. Məni qızışdırırsınız ki, keçmişdə demişdik. Sən mənə deginən ki, keç onu üçün. Sənin bu sözünü Allah eşidər, deyər bunun gör nə gözəl qəlbi var. Sənin oğlun qızın böyüyər hansısa bir səhvə, Allah o biri dünyadan deyər ki, onun anası filan qanı yumuşdu. Qoy balasının qabağına çıxsın. Sən hər zaman atdın bu fikirləşkinən ki, mənim balamın qabağına çıxar. Mən o gecə yatanda bu yerim var ha, o qədər vicdanla başımı qoyuram. O qədər vicdanla başımı qoyuram ki, rahat yatıram belə, heç kimə toxunmadan. Mən heç kimlə işim yoxdur. Heç kim deyə bilməz ki, mən kimisə şantaj eləmişəm, kimisə əybini açmışam, kiməsə pis söz deyirəm. Hissləndirirsiniz məni, qarğış eləmişəm. Hissləndirirsiniz məni, nəsə demişəm sizə. Qarşılıqlı olub. Durduğu yerdə mən heç kimin ailəsini dağıtmamışam, heç kimin sevgilisindən ayırmamışam. Qorxuram mən elə şeylərdən. Mənə lazımdır, Allah mənim qızımın qabağına çıxartar. Ən qorxduğum şeydir, bala. Mən qorxuram, haqqdan qorxuram mən. Mən heç kimdən, mən insanlardan qorxmuram, haqqdan qorxuram. Kimisə haqqına girməkdən o qədər qorxuram, yox. Heç vaxt. Mənim cəmaatla nə işim var? Mənim millətlə nə işim var? Mənim o birisi ilə, bu birisi ilə nə işim var? Nəyimə lazım? Oturmuşam yerimdə. Mənə lazım deyil. Utanmırlar. Keçmiş söhbətləri açırlar. Bəstirin də da. Qutarın da. Bezdim sizdən. Nə həyatsız şeylər susaq.